Salam əziz rus dili sevərlər. Mən Fidan Türksoy. Kim hər gün 21:00-da Telegram səhifəmə gəlirsə, izləyirsə canlı yayımı, artıq məni tanıyırsınız. Öncədən deyim ki, bu gün mövzumuz spать fe'li olacaq. Spать yatmaq deməkdir. Yəni gündəlik həyatınızda bununla bağlı hansı sözü bilməlisiniz, o haqqda danışacağıq. Ona aid olan fe'llər haqqında danışacağıq. Və onu da qeyd edim ki, uşaqlar, burada istifadə etdiyimiz fe'llər keçmiş, indiki, gələcək zamanda necə olacaq, necə hallanır, bu haqda mən qeyd edirəm Telegram qrupumda. Giriş tamamilə pulsuzdur. Daxil olub faydalana bilərsiniz. Yazılı harda bir çox məlumatlardan. Sınaq dərsi olmur. Bu səbəbdən də TikTokda hər gün canlı yayım olur ki, kənardan gəlib izləyəsiniz. Dərslər ancaq onlayndır, ancaq fərdidir. Qrup şəklində olmur. 5 yaşdan da qəbul edirik. Yəni özünüz də övladlarınızın gələcəyini düşünürsünüzsə, mütləq keçid edə bilərsiniz. Deməli, birinci başlayaq spать fe'lindən. Məsəl üçün deyirsiniz ki, sən zəng edəndə mən yatırdım. Когда ты звонил, və yaxud звонила, я спал, və yaxud spala. Sən zəng edəndə mən yatırdım. O yatır, sakit danış. O yatır, sakit danış. Он və yaxud она спит, говори потише. Он və yaxud она спит, говори потише. Yavaş danış, sakit danış. Spать deməli yatmaq oldu. Doyunca yatmaq. Doyunca yatmaq rus dilində olacaq выспаться. Doyunca yatmaq. Məsəl üçün, nəhayət ki doyunca yattım. Наконец-то я выспался və yaxud выспалась. Bir çoxlarınız yəqin ki bilirsiniz ki, deyərdim ki 99% fe'llərdə həmi bitmiş zaman olur, həmi bitməmiş zaman olur. Выспаться bitmiş zamandır. Amma bitməmiş zamanı necə olacaq? Высыпаться. Məsəl üçün, son zamanlar mən doyunca yata bilmirəm. Son zamanlar mən və yaxud bunu deyək. Son zamanlar mən doyunca yata bilmirəm. Последнее время я не высыпаюсь. Последнее время я не высыпаюсь. Biraz yatmaq. Məsəl üçün deyirsiniz, biraz yatım. Немножко посплю. Немножко посплю. Deməli, spать yatmaq, выспаться, высыпаться, doyunca yatmaq, поспать, biraz yatmaq, проспать, yatıp qalmaq, проспать, yatıp qalmaq. Məsəl üçün, я проспала, поэтому не пошла. Я проспала, поэтому не пошла. Mən yatıb qaldım, buna görə də getmədim. Вздремнуть, вздремнуть mürgüləməkdir. 5 dəqiqəlik mürgülüyüm, yəni gözümün acısını alım, çoxları deyir də. Вздремну 5 minut. Вздремну 5 minut. Переспать. Bu sırf xəyanətdə istifadə olunur. Yəni kiminləsə yatmaq, xəyanət etmək. Переспать. Sonra bu spать fe'linə aid hansı sözlər istifadə oluna bilər? Məsələn, будить, разбудить. Будить, разбудить. Будить daimidir, bitməmiş zamandır. Разбудить bitmiş zamandır. Dediyim kimi ikisi də oyatmaqdır. Məsəl üçün, o zəng elədi, məni oyatdı. Он позвонил, меня разбудил. Он позвонил, меня разбудил. O zəng elədi, məni oyatdı. Он позвонил, меня разбудил.
Mən indi yatıram, 1 saatdan sonra məni oyat. Mən indi yatıram, 1 saatdan sonra məni oyat. Я сейчас сплю, через час разбуди меня. Я сейчас сплю, через час разбуди меня. Məni oyat. Mən oyadıram, o oyanmır. Durmur daha doğrusu. Mən oyadıram, o durmur. Deməli, burada bitməmiş zamanda. Я бужу, он не встает. Və yaxud она не встает. Я бужу, он не встает. Və yaxud она не встает. Spać fe'li ilə bağlı başqa hansı fe'ldir? Уснуть, заснуть. Уснуть, заснуть. İkisi də yuxuya getmək deməkdir. Amma fərqləri nədədir? Заснуть bu dəqiqə yuxuya getməkdir. Yəni təzədir. Və məsəl üçün hərəkət edəcəksən, nəsə bir səs edəcəksən, oyanacaq. Ancaq usnuc dərin yuxuya getməkdir. Məsələn, hansı cümlədə istifadə olunur? Zasnuc çox vaxtı balaca uşaqları, məsələn, analar yatsıdırır, düzdürmü? Və biz də bilirik ki, məsələn, uşaq təzə yuxuya gedəndə bir hərəkət etsən oyana bilər. Və deyirik ki, məsəl üçün, nəhayət ki, yatdı, yuxuya getdi. Наконец-то заснул. Təzə yuxuya gedib də. Və yaxud, məsəl üçün, sakit dur, o bu dəqiqə, məsəl üçün, yuxuya getdi. Məsəl üçün, sidi tixo, məsəl üçün, sakit otur da. Он və yaxud ana только что заснул və yaxud заснула. Уснуть dediyim kimi dərin yuxuya getməkdir. Deyirik ki, mən seriala baxırdım və heç hiss eləmədim necə yuxuya getdim. Я смотрел və yaxud смотрела serial, даже не заметил və yaxud не заметила, как я уснула. Ümid edirəm ki, bu mövzunun da sizə bir faydası dəydi. Dərslə bağlı geniş məlumatı burada qeyd edirəm. Diqqətlə baxın. Və kim yazılmaq istəyirsə, mütləq yazın. Əmin olun ki, peşman olmayacaqsınız. Nəticəni ilk dərsdən görəcəksiniz. Çünki dərslərimiz daha çox danışıq əsnasındadır.